Geomedia təqdim edir. Hər vaxtınız xeyir olsun. Yeni mövsümlərin ən gözəli gəlib çatdı. Günəşin parlayıb, quşların cəhcəh vurur, çiçəklərin ətir saçdığı yay mövsümü. Bu mövsümdə bir çoxumuz gəzib, əylənib, dincəlsək də, çoxlarımız isə, digər qismimiz isə nə edir? Təhsil harda alım deyə sıxıntı, həyəcan, narahatlıq içindədir. Amma buna nə əsas var? Biz ki, buradayıq. Kampüs həyat verilişi efirdədir. Bəli, bizim təhsilin gələcəyin seçildiyi mövsümündəyik. Odur ki, yeni təhsil sistemi ilə dünyada öz sözünü demiş. Tarixi, memarlığı ilə göz oxşayan, ruhu qidalandıran İstanbul şəhərindəyik. Və bura İstanbul Kənd Universitetindəyik. Bura sahib olduğu 2 kampüs, müəllim heyəti və təhsil sistemi ilə Türkiyənin ən məşhur, ən tanınan, sevilən universitetlərindən biridir. Gedək, yaxından tanış olaq. Türkiyənin inkişafına dəstək məqsədli qurulan İstanbul Kənd Universiteti 2017-ci ildə tədris fəaliyyətinə başlamışdı. Milli və beynəlxalq arenada təhsildə keyfiyyəti ilə öz sözünü deyən universitet dünya lider universitetləri sırasında yer almaqdadır. Bu möhtəşəm təhsil ocağının varlığının məqsədlərindən bir digəri də sabahın gerçək sahibləri olan gənclər ilə birlikdə insanlığın xəyallarına toxunaraq hər kəsə xidmət edə bilməkdir. Sevgili Azerbaycanlı kardeşlerim, size üniversitemizi yani İstanbul Kent Üniversitesi'ni kısaca tanıtmak istiyorum. Üniversitemiz 2016 yılında rahmetli eski Başbakanımız Mesut Yılmaz'ın kıymetli eşleri Berna Yılmaz hanımefendi tarafından kurulmuş Engelsiz Eğitim Vakfı'nın ilk icraatıdır. Üniversitemiz sadece ulusal hedeflerle yola çıkmamış, global olmak, dünyaya her çeşit eleman yetiştirmek, deneyimli, bilgili, dünyayı seven, insanı seven gençler yetiştirmek için yola çıkmıştır. Kampüsümüz İstanbul'un bana göre dünyanın en güzel noktalarından bir tanesi olan Taksim'in merkezindedir. Taksim öyle güzel bir yer ki sadece İstanbul'un, sadece Türkiye'nin değil, bence dünyanın merkezi. Ekonominin, sanatın, kültürün, sporun hepsinin merkezi. Sevgili Azerbaycanlı kardeşlerim, üniversitemizde okumaya geldiklerinde ve kampüsümüze uğradıklarında ne demek istediğimi çok daha iyi anlayacaklar. Bunun yanında teknolojik altyapımız, alanında son derece yetkin, kıymetli hocalarımız ve tabii kampüsümüzün güzelliği, inanın sizleri çok etkileyecek. Həm təhsilimi yüksək səviyyədə alım, həm də oxuduğum illəri, tələbəlik həyatımı yüksək səviyyədə keçirim deyib İstanbulu seçmək istəyirsinizsə, universitet seçiminiz də İstanbul Kənd Universitetindən yana ola bilər. Bura universitetin mərkəzi, yəni ən əsas kampüsüdür və şəhərin tam da mərkəzində Taksimdə yerləşir. İstanbul Kənd Universitetində tibb elmləri, diş həkimliyi, sosial, iqtisadi, idarə elmlər, sənət və dizayn daxil olmaqla 4 fakültədə 30-dan çox ixtisas üzrə tədris verilir.
10 akademik yarımildən ibarət 5 illik tədris proqramı olaraq tədris olunan Diş Həkimliyi fakültəsində tələbələrə əsas tibbi və klinik elmlərlə yanaşı fərdi və peşə inkişafına xidmət edən dərslər də keçirilir. Diş Həkimliyi fakültəsində elmi, texniki yenilikləri sürətlə tətbiq etməyi bacaran, milli, ictimai dəyərlərə hörmətlə yanaşan mütəxəssislər yetişir. Çok çağdaş ve modern bir altyapıya sahibiz. Yine baktığımızda hastalarımıza da kendi bünyemizde Taksim kampüsünde hizmet verdiğimiz bir ağız diş sağlığı merkezine sahibiz. Genç bir üniversite olmamıza rağmen 100'ün üzerinde yüksek lisans doktora yapan öğrencilerimiz mevcut. سلام، من مونا اکبری هستم، دانشجوی دندانپزشکی در دانشگاه استانبول کنت یونیورسیتی درس میخونم. از تمام کشورهای دنیا میان اینجا برای تحصیل و من هم همچنین دعوت میکنم از دوستای جمهوری آذربایجانیمون که بیان اینجا و تحصیل کنن تا آینده خیلی خوبی رو داشته باشن. Universitetdə 20-yə yaxın laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların bolluğu nəzəri dərslərin birbaşa praktikaya keçirilməsi üçün tələbələrə geniş imkanlar yaradır. Ən yeni texnologiyalarla təşkil edilmiş klinika və laboratoriyalarda mükəmməl tibbi xidmət vermək qarşıya məqsəd qoyulub. Tibb elmləri fakültəsində qidalanma, diyetologiya, uşaq inkişafı, dil və danışıq terapiyası, reabilitasiya və fizioterapiya, tibb bacılığı və mamaçalıq kimi ixtisaslar tədris olunur. Salam, mən Şahinəm, kişilər İrandan, Şəhər Urmiyədən İstanbul Kənt Üniversitəsində təhsil alıram. Əgər siz məndən soruşarsınız ki, mən burada niyə təhsil alıram? Bir dənə məziyyətlərindən biri budur ki, dərsi buradan qutulduqdan sonra mavi diploma verir ki, bütün Avropa ölkələrində keçərlidir bu diplom. Tibb Elmləri Fakültəsinin bütün bölümlərində tədris olunan tələbələrin sadəcə öz sahələrini deyil, sağlığı bir bütün olaraq qavramalarını təmin eləyəcək şəkildə planlanıb. Öyrəndiklərinizi həm də tətbiq edə bilmə şəraitinin mövcud olması sizi tam bacarıqlı, təcrübəli və özgüvənli məzunlar olaraq iş həyatına yad hiss etmədən təhvil veriləcək. Merhabalar, Berfin Bençtekin ben. İstanbul Kent Üniversitesi Psikoloji Bilim Sınıfı öğrencisiyim. Bu okulu tercih etmemin en büyük sebeplerinden birisi eğitim olanaklarının iyi olması ve sosyal çevre koşullarımızın güvenli olması. Sizleri de bekliyoruz. İstanbul Kent Universitetinin təhsildə olan investisiyasının göstəricilərindən biri də yenicə fəaliyyətə başlayan Kağıthane kampusudur. 14 mərtəbəli bu kampusda ümumi 54 dərs otağı, 39 laboratoriya, idman və oyun sahələri, kafelər, kitabxana, yeməkxana və emalatxana kimi müxtəlif sahələr mövcuddur. Sevgili Azerbaycanlı kardeşlerim, bizim üniversitemizden mezun olmanız demek, bizim ülkelerimizin arasındaki dostluğun, ekonomik, siyasi, sosyal ilişkilerin daha güçlü olması, daha bağlı olmamız demek. Dolayısıyla bu hem sizin hem bizim çok istediğimiz, arzuladığımız bir şey. Bu nedenle de Türkiye'de olmanız, bizimle olmanız, bizimle okumanız son derece önemli. İstanbul Kənd Üniversitetinin məqsədi informasiyanı emal edib istifadə etməyi bacaran, analitik düşünmə qabiliyyətinə malik yenilikçi tələbələr yetişdirməkdir. Buranı bitirən məzunlar araşdırmalar edib elmə dəyər qatmağı mütləq bilməlidir. İncəsənət və Dizayn Fakültəsinin məqsədi gələcəyə aydınlanacaq müasir, savadlı və bacarıqlı tələbələr yetişdirməkdir. Bu fakültə gastronomiya ilə memarlıq olmaqla 2 bölümdən ibarətdir. Bu bölümdə dünya və Anadolu mətbəxi ilə birlikdə gastronomiya mədəniyyətini sintez edə bilən, savadlı və bacarıqlı, araşdırma və təcrübə yönümlü, üstəlik sektorun tanınan simaları və güclü akademik heyətlə birlikdə olacaqsınız. İstanbul Kent Üniversitesi Gastronomi bölümünü diğer mutfaklardan, diğer üniversite mutfaklarına ayıran en önemli konu aslında bizim müfredatımızın önemli bir kısmının uygulamalı dersler olarak yürütülmesinden gelmektedir. Şu anda sadece Türk öğrenciler değil, dünyanın çeşitli ülkelerinden de öğrencilerle
birlikte öğrencilere eğitim vermekteyiz. Derslerimizi çeşitli ülkelerden gelen öğrencilerle birlikte yürütmekteyiz. Siz Azerbaycan'dan gelecek olan öğrencilere de kapılarımız sonuna kadar açıktır. Burada tələbələr yalnız nəzəri bilikləri öyrənməklə deyil, ən əsası öyrəndiklərini təcrübədən keçirmək imkanına sahibdirlər. Universitetdə fəaliyyət göstərən beynəlxalq ofis, fakültələr və digər şöbələr arası koordinasiya vəzifəsini yerinə yetirməklə yanaşı, universitetin beynəlxalq nüfuzunun artırılması üçün fəaliyyətin aparılması, habelə xaricdən tələbə qəbulu və bu tələbələr ilə təhsil müddətində və təhsildən sonra davam edən əlaqələrin qurulması prosesinə nəzarət eləyir. İstanbul Kent Üniversitesi yaklaşık 4000 öğrencinin eğitim aldığı bir kent üniversitesi. İstanbul'u aslında kültür sanatın, iş dünyasının başkenti olarak kabul edersek bizim kampüsümüz de kentin tam kalbinde yaşayan bir üniversite, bir kampüs. Bu anlamda biz öğrencilerimizde hem iyi bir eğitim hem de kendilerini sosyal ve profesyonel anlamda geliştirmeleri için fırsatlar sunuyoruz. Şu an üniversitemizde 40 farklı ülkeden uluslararası öğrencimiz var. Bu uluslararası öğrencilerimiz arasında da Azerbaycanlı öğrencilerimizin sayısı oldukça fazla. Azerbaycanlı öğrencilerimiz bizlere SAT notları ve atestat belgeleriyle başvuru yapabilmektedirler. Başvuru oldukça kolay ve basit. Online başvuru sistemimiz olan apply.kent.edu.tr adresinden bizlere başvuru yapabilirler. Başvurularınız en geç 2 gün içerisinde değerlendirilmiş olup sizlere teklif mektubu gönderiyoruz. Teklif mektubu gönderdikten sonra sizlerden bir ön ödeme talep ediyoruz. Ön ödemelerini gerçekleştiren öğrencilerimize resmi kabul belgelerini gönderiyoruz. Resmi kabul belgelerini gönderdikten sonra öğrencilerimizin yapması gereken kayıt gününde üniversitemize gelip kayıtlarını gerçekleştirmek. İstanbul Kent Üniversitesi Uluslararası Ofis Direktörlüğü olarak üniversitemizde kaydolan tüm uluslararası öğrencilerimizin sağlık sigortası, ikamet randevusu ve ikamet başvurusu gibi tüm yasal süreçlerinde kendilerine tam destek sunmaktayız. Uluslararası öğrencilerimiz için özellikle önemli olan ikamet, yani oturma izni başvuruları ile ilgili tüm süreç ofisimiz tarafından yürütülmektedir. Yüzdən çox universitet ilə əməkdaşlıq edən İstanbul Kent Üniversiteti Erasmus proqramı ilə tələbələrə geniş imkanlar təqdim edir. Başvuru yapan öğrencilerimizin faydalanabileceği çeşitli burslarımız var. Bugüne kadar da Azerbaycan'dan gelen öğrencilerimiz aslında burslardan çok fazla yararlandılar. Hem iyi bir eğitim öğrencilerimize vermek istiyoruz hem de aslında onların Azerbaycan'da almış olduğu kaliteli eğitimi pekiştirerek burada kendilerini bir dünya insanı olarak mezun etmek istiyoruz. Bakalavr sonrası təhsil üçün keyfiyyətli tədris proqramı və müəllim heyətinə malik universitetdə klinik psixologiya, beynəlxalq biznesin idarə olunması, tibbi idarəçilik, diş sağlığı və güvənliyi, bəslənmə və diyetologiya üzrə magistratura ixtisaslarına da tələbə qəbulu aparılır. İstanbul Kent Üniversitesi lisansüstü eğitim enstitüsü olarak sahip olduğumuz programlar çerçevesinde hem ulusal hem de uluslararası alanda birçok öğrencinin tercih noktasında ciddi teveccüh alıyoruz. Özellikle klinik psikoloji yüksek lisans programı, işletme yönetimi yüksek lisans programı, sağlık yönetimi yüksek lisans programımız, yeni bir program olarak sosyal hizmetler yüksek lisans programımız bu dönem devreye girdi. Hem Türkiye'den başvuracak öğrencilerimiz hem uluslararası camiadan başvuracak öğrencilerimiz ve özellikle Azerbaycan'dan başvuracak sevgili kardeşlerimize enstitü olarak bu programlarımızda hizmet vermeye devam edeceğiz. Merhabalar, ben İstanbul Kent Üniversitesi Beslenme ve Diyetetik 3. sınıf öğrencisiyim. Seçeneklerim arasında en iyi bu okul olduğu için Kent Üniversitesi'ni tercih ettim. Akademik kadrosundan, konumundan ve imkanlarından dolayı seçtim. Sizleri de bekleriz. Hər bir
bir universitetin olmazsa olmazı onun zəngin kitabxanasıdır. İstanbul Kernit Universitetinin kitabxanasında təxmini 16 minə yaxın kitab var. Burada 3 kompüter otağı, təkli və qrup çalışma otaqları da mövcuddur. Öz sahəsinə bələd, yüksək təsvir və düşüncə qabiliyyətinə malik, keyfiyyətli layihələr və elmi nəşrlər hazırlaya bilən məzunlar hazırlamaq da İstanbul Kent Universitetinin missiyalarından biridir. Karyera mərkəzi və məzunlar ofisi tələbə və məzunlara ehtiyac duyduqları sahələrdə karyera planlama məsləhətləri verir və burada fərdi inkişaf proqramları tətbiq edilir. İstanbul Kent Üniversitesi bünyesinde bulunan Kariyer Gelişim ve Mezunlar Ofisi, öğrenci ve mezunlarımıza kariyer planlama ve geliştirme de dahil olmak üzere ihtiyaç duydukları tüm alanlarda kariyer desteği sunmaktadır. Bir universiteti tələbəyə sevdirən təhsilin səviyyəsi ilə yanaşı, həm də tələbəlik illərinin keyfiyyətidir. Yəni, əziz dostlar, İstanbul Kent Universitetində həm bir mütəxəssis kimi yetişib, həm oxuyub, həm də bol-bol əylənə biləcəksiniz. Əmin olun ki, burada təhsil aldığınız müddətdə bu bir neçə il həyat hekayənizə möhtəşəm xatirə kimi yazılacaq. Əməkdaşlıq etdiyi müəssisələrdə staj imkanlarının olması, tələbələrin göstəricilərinə əsasən davamlı təqaüd imkanlarının mövcudluğu da universitetin tələbələrə təqdim etdiyi xidmətlərdəndir. Siz sevgili Azerbaycanlı kardeşlerim, sizin yeriniz bambaşka. Çünkü bizler aynı dili konuşuyoruz. Aynı kültürün insanlarıyız ve sizlerin bu coğrafyada, bu üniversitede bulunması bizleri çok mutlu edecektir. Hepinizi üniversitemize, İstanbul'a, Taksim'e ve bizimle olmaya davet ediyorum. Bax belə, təəssüf olsun ki, gəlib çatdıq sona. Bu möhtəşəm universiteti bugün sizinlə birgə gəzdi, gördü, doyunca kəşf etdi. Yəni, əziz dostlar, biz bugün sizi parlaq gələcəyə aparacaq, əl uzatdıq. Bu əli tutub tutmamaq sizin verəcəyiniz qərardır. Görüşmək ümidi ilə. Hələlik.